Tanışımdı zor edir, əcəb edir, özü bilər. Sən deyirəm, sən Sən hər dostum, Mənim dostum yoxdur. Sən hər dostumun atviç atsan. Mənim dostum yoxdur. Özü padlo bilsən, qaşarlı. Onda sakitdir yəni. Yanındakı nədir? Nə danışsan qaqaşan? Ay Abdullah, ağarsan. Nə olub bala? Nə olur? Nə olur? Yanından Allah paranı kardeşim. Sonucu dostun olmadı. Kim? Allah tanışımdı deyirəm. Hər nəyindi sən yanından gəlib. Da görmürsən söz atıb. Niyə cavab vermirsən ki? Hər nəyimdir, qələt edir. Mən bayaqdan cavab vermirəm. Sən susmusan, mən cavab verirəm. Mən qıraqdan izləyirəm ki, siz ikimiz danışırsınız. Bu uşaq söz atır etsə demirsən. Niyə demirsən? Uşağın özü bayaqdan bunu yerə sərib. Mən nə deməyim? Uşaq danışığını bilmir. Hələ sırğasına bax bunun. Bir tay hanı itirib yəqin. Bir tay itirməyib, bir tay taxırlar. Görsən bildiyin o qədərdir. Ya bilmək çatmır da, yəni. Nə demək istəsən buna sən? Nə mesaj verirsən ki buna? Qaqa, bir dəqiqə qulaq as. Sən bərbərə gedirsən? Belə ki, hə, gedirəm. Gedirsən, forma verirsən saçıva. Saç da kişilərin elədiyi bir şeydir. Kişi elə də bərbərə. Hər kişi elədiyini eləyirsən, kişilər durub dilənmir. Niyə kart qoyub dilənirsən? Belə kişilikdən danışsan. Nə var? Kart qoyub dilənir. Gör nə deyirəm? Belə bax, belə qalıb işlədilər. Qulaq as. Belə qalıb işlədilər. Sosial mediadır ki, burada eşidirsən məni? Eşidirsən məni? İndi sənin yerin rahatdır. Elə bir duruma düşərsən ki, indi özünə kişiliksən ən azından. Sən də dilənmiş olarsan. Yəni heç vaxt demə. Niyə dilənirəm? Cəb ofisial işləyərəm dilənmərəm. Allah səsənə. Qulaq as. Qardaş, mənim çətinliyimi görməmsən, boş danışma. Bir dəqiqə qulaq as. Başıma nəsə bir hadisə gələr, Allah eləməsin. Dilənirsən, onda deyərsən ki, mən belə deyirdim. Çox belə özünə... Nə gəlmişdi başıma? Bir dənə izah edin. Misal üçün deyirəm, mən özümdən danışmıram. Mən özümü dilənçi hesab eləmirəm. Mənim başıma nə gəlmişdi? Başıma nə gəlmişdi? Canın sağ ol. Niyə dilənirdi? Dilənməmişəm. Kim deyir ki, mən dilənmişəm? Robanın haqqında danışırsın. Nə haqda yaşamadın? Desin də, özün nədir ki, yaşayışı nədir ki, ona var. Nədir yaşayışım? Yaşayışıma minəyan var, buyur. Minəyan? O danışır vaxt səni. Görüm, açı. Fikir bildir. Minəyan nə deməkdir? Minəyan nə deməkdir, bilirsən? Minəyan düşüncə deməkdir. Sən dediyin şey sən. Yaşayışıma nə düşüncən var? Buyur, fikri bildir. İşlətdiyin sözün mənası bilmirsən ki. Nə deyib? Niyə bilmirəm? Deyirəm də fikir deməkdir. Fikir düşüncə deməkdir minəyan. Mən səndən yaxşı bilirəm. Nə danışsan sən? Açı. Deyəsən ki, kişi dilənməz, beləməz. Kişi sən də Allah göstərməsin. Başqa bir nəsə gələr, məcbur qalarsan, dilənərsən. Onda kişi olmayasın. Öcəy baxsayan kişiləyərəm, dilənmərəm. Set, bir dəqiqə seti bağlayacağım, əsəblərimi körlü istəyir. Söyləyinə, nə bilim nə. Minəyan nə demək olduğunu heç bilməyənlər var, gəlib burada şey edir. Minəyan fikir bildirməkdir. Fikrini bildirsin, görüm nə deyəməm fikirliyimə, yaşayışıma. Bu cayını kartdan çəkdir, insanları əyləndirir. Məncə bu Zatavın anavın həyatından danış. Az danış burada. Chatdəsiz də hörmət edəyir, hörmət edəyək. Heç bilmirsiniz nə danışsınız özünüz. Onların günahı yoxdur, özünüz. Seti bağlayacağım, bambalı hərəkətlər eləməyim. Fikir bildirmək deməkdir. 5 qatı, ekran tıklayın 5 qatı. Ekran tıklayın 5 qatı. Nəysə. Şeydir, setdə söz yazanlar... Sən bu rusca sözləri öyrən sonra gəl mənə danış da, biraz zəifsən. Minəyan nə deməkdir? Deyirəm də fikir bildirməkdir. Mən nə bilim minəyan nə demək, sən urussan. Buyur, yaşayışım... Urus yox birinci, sıra Rusdur. Urus, yox. İkincisi də ki... Bax dostum, mən biləm Rusca bilir. Ondan sonra sənə başa salarda minəyan nədir? Dedim də özüm. Ekran tıkını uduzmaya da cımsa buna. Sən nə sənə fərqi var ki? Yaşayışımda nə problem görmüsən? Bir dənə denən görək. O 2 adam yox, biz canlısın ha. Gülbala. Kimdir? Gülbala. Elə bir kimdir? Mən Abdullah Qurbanov. Nə deyib yaşayırsan sən? Yaşayışın adı nədir? Nə deyib yaşayıram? Mehdi, təşəkkürlər. Yəni, kişilər necə yaşayır? Mən də elə. Bayaqdan kişi deyirsən. Kişilər nə deyib yaşayır? Mehdi. Kişi var dilənir, kişi var nə bilim. Gedir üzdən. Sən necə yaşayırsan? Kişi var dilənir. Hansı kişilər dilənir? Var kişi dilənir, var kişi üzdən rəvaq edir. Sən necə yaşayırsan? Dinən görüm o kişilərin adını say, dilənən kişiləri. Dilənən kişilərin adını say. Necə? Dilənən kişilərin adını say. Mən niyə kimsə adını saymalıyam? Demirsən kişi var dilənir. Mənim maraqlıdan Sənə kimi bir kişi dilənir, dilənçidir, işi odur.
Kişi oldusa o kişidir. Sən ona kişi gözündə baxsan. Sən üçün bir kişidir o da, o da cinsi kişidir sənin də. Hə. Hər cinsi kişi olan şeydir də, kişidir. Hə, biyoloji olaraq kişidir. O maraqlıdır. Zayıfdan deyə özümə ölüm. Düşün də, hə, özünə gülür. Bir özü batırdı. Rusça söz deyir, düz deyəmir. Bana düz dedim, mən hamısını da düz demişəm. Danışır da, o nə bildi, o minen yası var, düşüncəsi var onun. Ay kişi, sən mənə bilən gör, mənə Oturub yaşayış. burada getdi, yöndə hədiyyə gözləyir. Gəlin mən dilənçilikdən nə? Hədiyyə gözlü, ağzımdan hədiyyə atın. Sənə hədiyyə lazımın deyil, bağla hədiyyə almaq funksiyası. Söndür, bağla. Atan atırnıya bağlayıram. Atır, mənə də atan qaqa. Kimdənsə zorla almıram ki. Mənə də Kart qoyuram, mən kart qoyub atmaq başqa şeydir. Eyni şeydir də, fərqi nə? Eyni şeydir. Eyni şeydir. Hə? Eyni şeydir. Nəticədə sözün kökü nədir? Gətirir eyni şey çıxarmır maddiyyata. Eyni şeydir də. Hər maddiyyata gətirib çıxaran eyni olur. Kişi kart qoymaqla hədiyyə atmağın ikisinin də yəni axırı eyni şeydir də. Sabahdan parik tax otur burada, sənə hədiyyə atsın. Sənə yaraşır o, mənə yox. Özün daha məsuliyyəti özün saxla qardaş. Məsuliyyəti sən versən, deyirsən ki, belə elə, belə elə. Sən nə ciddi baş danışırsan? Ya özün dilənçidən elədiyin fərqli bir şey baş yoxdur. danışmıram. Mən kişi kimi söz danışıram. Hələ mən də kişi kimi söz danışıram. Amil. Kişi kimi söz danışsan, hanı sənin kişi kimi sözün? Buyur görək. Bayaqdan ona buna söz atsan, Tahaya, mənə söz atanmısan, Tahaya söz atsan, nə bilim, nə onun Qaç alırsan, sonra desən kişi kimi söz danışıram. Adını qoymusan kişi. Hə. Birincisi, Adını kişi qoymusan, falçı arvadlar kimi əlimdə kart qarışdırırsan, ha kişi. Falçı arvad. Adını kişi qoymusan, falçı arvadlar kimi kart qarışdırırsan, kart çevirirsən. Sən də mənə burada fox göstərdin. Kart çevirirsən əlində. Mənim bu kartımın 45 manat maraqlı qiyməti var. kartım Sən falçı arvadların 30 qəpiklik, 70 Falçı qəpiklik arvadlar kartına kimi kart alıb çevirirsən, insanlar başına alır. İnsanları doluyursan. Doluyursan insanları. Başımıza alarsan. Bizi giz yerə qoymusan. Sən bizi giz yerə qoymusan. Giz yerə qoymusan bizi. Biz bilmirik sən elədiyi. Nəmət, sən fokus göstərmişəm də mən. Özünü giz kimi istəyirsən, mən göstərəm. Fokus var, sehir var. Kimi doluyursan. Özünü doluyursan ya bizi. Allah haqqı, Quran haqqı bir dənə fokusyor əmi qoşaram bura. Sənə bir dənə yıxıb sürüyər. Bəs, cəmaatın işinə ilişmir. Nə işdir bu? Nə öyrətsən bizə? Nə qatırsan bizə? Sən onun düşüncə tərzin yox, sənin işin... Mən düşüncəm yoxdur, sənin düşüncən var, sən izah elədə varsa. Sənin işin ancaq qartını qoyub oturduğun başqa şey yox. Yəni, söylmə. De görüm nə qatırsan. Ona dinən ki, söyüş söyməsin. Yaxşı, qaqa, fikir vermə. Nə qatırsan bizə, nə öyrətsən? Başı var oğlum hə. Sən nəsə qatırsan qaqa. Mən nəsə eləməliyəm ki, nəsə soruşanda. Yanındakı o meymuna dinən ki, zor göstərməcə orada bambular hərəkət etməsin. Sən mənə Cavab ver də qaqa, sən ürəyin partlayır. Hə, cavabı olsa yəqin cavab verədi, yoxdur cavabı. Gülbala, birincisi yanındakı o yer kökünə dinən ki, bunu göstərmək istəmirdir, bu söyüş döyməsin. İran bu söyüş döyməsin. Elə söyərəm 7 qatından ki, çəkimin safar var adam. Danışdığıma fikir ver. Sənlə danışmır. Nəysən, öldüysən. Söz danış. Eşkirsən məni. Sənlə danışmır. Sən nə bilirsən sənə nə deyir o. Sənlə danışmır. Mən sənlə danışıram. Yaxşı, mənə demirsə okeydir. Mənə deyirsə 7 qatı özünsən. Sən bu nə deməsən, yayımda hörmətsizlik eləsən, söyüş-söz söyürsən. Bu nə deməkdir? Söyüş söyür, mən söyüş söydüm hə. Adam tuturar Allah bu. Söyüş qoyursan, yəni belə. Döyüş qoymuram, deyirəm, mənə söyürsə 7 qatı özünsən. Tamam, onu azı seçiyorsun dedin. Döyüşdü bu. 7 qatı özünsən. Nə istəyir qaqa, sənin söz bazın yoxdur. Git biraz nəsə öyrən Google-dan zaten, oradan buradan. Gələrsən danışarıq. Təmiz para, dur, çıx buradan. Şükür qabat. Azərbaycan dilində dünən dərs keçirmişsən. Nə oldu indi söz bazamız olmadı? Bayaqdan sən oxumuşsan, sən söz bazan. Dünən dediyin özün demirdin. Sən oxumuşsan, sən bizdən çox bilirsən, biraz öyrət görək. İndi niyə özün səhv çıxarsan? Bilirsən hocam, qardaş, biliyin varsa ona elə də gedib boş kart çevirməkdənsə, biliyi göstərə cəmaata. Bəs indi də deyirsən ki, sənin bildiyin heç nə yoxdur. Nə oldu? Sənin bir sözündən bir sözün bir tutmur. Görürəm yaymasın, əlində kart tutmusan, falçılar kimi. Nədir bəxtimizə var əlimdə, kart var əlimdə. Bir yax gördüm də yaymasın. Nəyəmət sözü verirəm sən. Nə dərdin var bu uşaqla?
Mən heç bir dərdim yoxdur. Kimdir ki ona dərdim də ola. Nəyi söhbətlə aparsın? Getsin kartını çevirsin. Heç nə də Ay, dilənçi, kartını deyirəm ki, çevirirəm. qardaş, belə bir çıxmasın. Sənə də nəyisə ehtiyacın yoxdursa bağlat onu hədiyyə ver, alma canım. Ay qaqaş. Ha. Birincisi TikTok'un özü qoyub bu hədiyyəni bura. Məsləhət bilməsəydi qoymazdı. Kartı da mən özüm qoymuşam. Məsləhət həmişə qoymuşam. Ay yaşa, sən özün qoyubsan. Hə, məsləhət həmişə qoymuşam. Sən diyafə də məblat. Yaxşı, burası bir. İkinci, kart çevirməyin nəyinə pis baxırsan ki sən? Nə yaxşı, nə xeyri var, nə qatır. Nə hədiyyəniz var? Nəyinə pis baxırsan? Nə Mən işə məsələn dilənməyə pis baxıram. dərmandır? Qaqa, nə işə dərmandır? Nə xeyri var onun? Yəni sənin kart dilənməyin nə işə yarayır? Mən bambulu yerinə qoyub kart çevirəcək, indi mən alladırıb belə öz Hə, sən əlimdə. də onu bunu bambul yerinə qoy. Heç nə, bu belə deyil. Mən heç nə Yaxşı, bambulu. Mən kart çevirib, mən kart çevirib. Kimisə demirəm, mən səndən artıqam, mən super gücəm, mən büyüyəcəm, sehirbazam. Nə qardaş, o da elə söz demir. Sən. Əməllə yerdə deməyinə nə ehtiyac var? Əməllə Mən də kart damada çevir. da oluyubsan da. Bu belə deyil. Eşidirsən məni? Sən dostundur dedi dolayan cəmaatı. Kart çevir. Ay, sən, qaqaş, birincini aldın, moped aldın. Dedin ki, sənə canlı dağıl qoydular. Dedin, Allah mən bir də eləməyəcəm. Cəmaat dedi ki, Allah, hə, Gülbala qeyrətə. Məşğulsan. Nə saçma da rəng qoymusan, dərsə mən sevməm. Saçma rəng qoy, gəlin mənə söhbət. Bırakırdım, var, yox, nələt bırakırdım. Yayında olmasam. Bayaqdan bax satı-sata fikir bildirirsən, əsəb oluram. Sən də xoşlayıram, xoşlayırsan kart sat paylaşıb pul yığmağı. Bax, mən kart paylaşmıram. Əvvəllər olurdu, hə. Arada qalanda kartı atarsan kömək eləyərəm sənə.